Biz bilirik ki, sink nitrat turşusu ilə reaksiyaya girəndə, əgər uşaqlar sink orta aktiv metaldır. Əgər burada amonium nitrat alınıbsa, sizdə burada duru nitrat götürülüb, yoxsa qatı nitrat götürülüb, kim deyər? Sink nitratla reaksiyaya girib, buradan əgər amonium nitrat alınıbsa, bu durudur, yoxsa qatıdır sizdə? Durudur. Çünki orta aktivlər qatı ilə girəndə NO verir. Amma orta aktivlər uşaqlar duru ilə girəndə, orada müxtəlif məhsullar alınır, əgər yadınızdadırsa. Müxtəlif məhsullar. Düzdür, onu ziqzaqla göstərmişdik. Amma dedik, orada müxtəlif məhsullar alınır. Amoniak da alına bilər, amonium nitrat da alına bilər, azot da alına bilər və s. Reaksiyanı yazdıq. Heç bir şey. Burada bir dənə əmsallaşdırmaq şərtdir. Siz mənə kömək edin, bunu əmsallaşdıraq. İstəyirsiniz balansla eləyək, belə bilirsinizsə belə eləyək. Balansla necə əmsallaşdırarıq? Kim mənə kömək edir? Bunu elektron balansla necə əmsallaşdırarıq? Tamerlan sink 0-dan gəlir müsbət 2-yə. Azot neçədən 5-dən gəlir neçəyə? Hansı azotu götürəcəm uşaqlar? NH4-dəki azotu mənfi. Bunu burada göstərirəm. Baxın, sink 0-dan gəlib uşaqlar. Sink müsbət 2-yə. Minus 2 elektron. Azot da plus 5-dən gəlib. Azot minus 3-ə eləyir plus 8. İndi mənə deyə bilərsiniz ki, müəllim, bəs burada 2 dənə azot var axı, niyə bir dənə? Uşaqlar, bu azot dəyişmədir oksidaşma dərəcəsində. Bu azot neçədir? Elə mən müsbət 5-dir, ona görə dəymirəm. 2, 8 Tamerlan, bunlar ixtisar gedir, deməli, eləyir 1, 4, sonra da bunların yerini dəyişirəm uşaqlar. 4, 1. 4-ü, indi bu üstündəki rəqəmləri silirəm, oksidaşmada bunları silirəm ki, qarışdırmayaq bu rəqəmləri. 4 düşdü uşaqlar nəyin qarşısına? Sinkin, burada 4 atıram, onda burada 4 atıram. 1 düşdü azotun qarşısına, burada 4 atıram, 1 atıram. Və sağ tərəfdə azotları sayıram. Deməli, 2-ni 4-ə vururam, 8, 2 dənə də azot burada, elədi 10 dənə. Onda nitrat turşusunun qarşısına neçə yazıram? Nitrat turşusunun qarşısına 10 yazıram. Və 10 hidrogen var deyə sol tərəfdə. Sağ tərəfdə sayıram hidrogenləri. 4-ü bu amonium nitratın tərkibində var. 6-sı çatışmır. Onda suya neçə atmalıyam? 3 atmalıyam, düzəlsin. Bizə deyir 4 qram amonium nitrat alınmışdırsa, amonium nitratın üzərinə 4 yazıram. 4 yazıram. Amonium nitratın emeri verilir bizə 80-dir. Neçə qram nitrat turşusu sərf olunmuşdur? Reaksiyaya nə qədər? Nitrata x yazıram. Nitratın emeri 63-dür. Qarşısında 10 var. Yazıram 10 vur 60. Tərəf-tərəfə bölürəm. X-in 10 vur 63-ə şəhla. 4-ün 80. Bundan bu gedir 20. Bu 20 ilə də bunu aparıram 2. 2x bərabər 63. 63-ün yarısı 31,5 eləyir. Doğru cavab C.